Salam, gəlin birlikdə çəhrayı sponflu necə hazırladığımı öyrənək. Ərzaqların dəqiq ölçüsünün hamısını postun altında qeyd etmişəm. Yenə də xatırladıram. Klassik kek hazırladım. 3 ədəd yumurta, 1 stakan şəkər tozu, 1 stakan un, qabartma, vanil və çəhrayı rəngli olması üçün də çəhrayı rəngdən istifadə etdim. Kekimizi daha sonra soba listinə əlavə edib bişirdim. Bu halda olduqdan sonra rondonun içərisinə əlavə edib ovun tala gətirdim. Daha sonra isə sponful hazır edəcəyim qaba əlavə etdim. Sonra isə keçirəm qaymağını hazırlamağa. Kreminə isə 1 litr süd, 2 yemək qaşığı un, 2 yemək qaşığı kraxmal, 1 paçka vanil. Mən yumurta sarısı əlavə etmədim. 1 stakan yarımda şəkər tozu əlavə edirəm. Çalışın ki, çox duru götürün. Çünki qaldıqca özü də qatlaşacaq. Əgər qatı götürsəz, qaldıqca çox qatlaşacaq, xaşıl kimi olacaq. Üzərinə də stress əlavə edirəm ki, qaysaqlanmasın. Soyuducuda saxladıram. Soyuduqdan sonra isə üzərinə 1 paçka 200 qram qaymaq əlavə edirəm. Sonra isə ovun talındakı keksin üzərinə əlavə edib keçirəm şokoladını hazırlamağa. Çəhrayı damla şokoladını da benmari üsulu ilə əridib, üzərinə 1 paçka vanil və qaymaq əlavə edib, hazırladığım kremin üzərinə əlavə edib yenidən soyuducuya göndərirəm. Soyuduqdan sonra isə nuş edirik. Həm hazırlamağı, həm də dadı çox maraqlı idi. Mütləq sınayın, yorum yazıb bəyənməyi də unutmayın.